Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən növbəti səyyar qəbul görüş keçirilib. Qəbul Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə təşkil olunub. Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyatı idarə müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də yerli sakinlər iştirak edib. Şəhər rəhbəri səyyar qəbulların keçirilməsinin əsas məqsədinin vətəndaşlarla birbaşa ünsiyyətinin təmin edilməsi, onların gündəlik həyatlarında qarşılaşdıqları çətinliklərin yerində öyrənilməsi və operativ şəkildə aradan qaldırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu cür görüşlər vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qəbul zamanı sakinlər tərəfindən əsasən sosial təminat, məşğulluq imkanlarının genişləndirilməsi, mənzil məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlərlə bağlı məsələlər və digər aktual problemlər qaldırılıb. Müraciətlərin bir hissəsi yerində araşdırılaraq müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Onların icrası nəzarətə götürülüb. Qeyd edək ki, Sumqayıt şəhərində sakinlərin müraciətlərinin vaxtında araşdırılması və operativ həlli məqsədi ilə səyyar qəbullar mütəmadi olaraq keçirilir. Şəmistan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.